16 dekabr 2025-ci il tarixində Beyləqan rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən Beyləqan rayon Şərq qəsəbəsində vətəndaşların səyyar qəbulu keçirilib. Bölgə TV xəbər verir ki, qəbulda rayon icra hakimiyyəti başçısı ilə birlikdə hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul şəxsləri, aidiyyəti idarə və təşkilatın rəhbərləri, həmçinin qəsəbə sakinləri iştirak ediblər. Görüş ümumi lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Səyyar qəbulda çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov ölkə rəhbərliyi tərəfindən vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin sosial problemlərinin yenidən öyrənilməsi və operativ həlli istiqamətində verilən tapşırıqların icrasının daim diqqət mərkəzində saxlanıldığını bildirib. Səyyar qəbul zamanı vətəndaşların məşğulluq, sosial təminat, infrastruktur, kommunal xidmətlər və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Qaldırılan problemlərin bir qismi yerində həll edilib. Digərlərinin araşdırılması və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Sonda sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər. Rəna Rövşən qızı, BTV.